yəni İbn Teymiyyə rəhiməhullah bu ayəni gətirir, dəlil olaraq əvvəlki ayə hədisdəki dəlil olaraq necə şeyx deyir, kafirlərə oxşamaq olmaz. Həm əməllər baxımından, həm geyimlər baxımından, həm adətlər baxımından, həm yerlər baxımından, həm bayramlar baxımından fərqi yoxdur. Kafirlərə həm günahlar baxımından, hər şey onlara oxşamaq olmaz. İbn Teymiyyə rəhiməhullah dəlil bu ayəni gətirir. Hədislər də var, amma dəlil olaraq və la yekunu olmayın kəllədinə utul kitab verilənlər kimi. Yəni Yahudilər və Nasranilər. Onlar kimi onlara oxşamaq olmaz. Onlar hansı əməl eləyirsə onlara müxalif olmaz. Ona görə Şeyx Albani rəhiməhullah əgər köynəkdə yəni onlar yəni köynək sola qoyurlar da cibi. Ya 2 dənə cib qoydurardı, ya da ki soldakini sağa keçirərdi. Onlara oxşamamaq üçün. Yəni hansı ki o qardaşlar var, yəni saatları sola taxırlar, yəni bu özü yəni ona oxşamaq ola bilər. Ona görə onlar həmişə kafirlər saatları ara taxırlar sol qola. Biz onlara müxalif olaraq oxşamaq olmasa da müxalif olaraq ehtiyat baxımından sağa keçirməliyik saatları.